Havaların dəyişkən keçməsi meteohəssas insanlara təsir edir. Onların səhhətində narahatlıqlar yaranır. Bəs maraqlıdır. Bundan necə mübarizə aparmaq olar? Meteohəssas insanlar əsasən ürək-damar və bronxial asma xəstəliklərindən əziyyət çəkən, hidrometeoroloji proseslərdə baş verən dəyişikliklərə həssas olan şəxslərdir. Bu əlamətlər müasir dövrdə çox insanda müşahidə edilir. Həkimlər isə bildirirlər ki, belə insanların sinir sistemi həssas olur. Serotinin dopamin balansı tez dəyişdiyindən iştah əhval pozulur. Kəskin təzyiqin qalxması və yaxud da enməsi, baş ağrılar, əsəbilik, yuxusuzluq, halsızlıq, narahatlıq kimi bir sıra simptomlar, miqren kimi ağrılar baş verə bilər. Stressdən özünü çalışıb uzaq tutmaq, yüngül gəzintilər təmiz havada etmək, əgər həkim tərəfindən hər hansı bir təyinatla qəbul etdiyi dərmanlar varsa, o dərmanları kəsməmək və onları qəbul etmək lazımdır. Hava şəraitinin dəyişkən olmasından qaynaqlanan meteohəssaslıq müvəqqəti narahatlıq yaradır. Xüsusilə mövsümi amillərin təsirindən qorunmaqda fayda var.